Bəli, əziz tamaşaçılar, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirildiyi dövrdə Bakıda fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələri 5-ci, 9-cu siniflər, 5-ci, 11-ci siniflər daha doğrusu üzrə təhsil prosesi distant formada həyata keçiriləcək və istəyərdik ki, daha ətraflı məlumat almaq üçün telefon bağlantısında olan Bakı şəhər üzrə Təhsil İdarəsinin sektor müdürü Bəşarət Məmmədovu salamlayaq. Bəşarət müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Gününüz uğurlu olsun. Buyurun, sizə eşidirik. Bəşarət müəllim, daha çox hansı bölgəyə aid olunur bu distant rejimi, yoxsa ümumi təhsil bütün məktəblərə mi şamil olunur? Təşəkkür edirəm. Bu çox aktual bir məsələdir. Bu günlərdə məlum olduğu kimi Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi nəzərdə tutulur, bildiyimiz kimi. Və bu müddət ərzində 18-22 may tarixlərində paytaxtın Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrinin distant təhsilə keçirilməsi nəzərdə tutulur. Distant təhsil məktəblərin 5-11-ci siniflərini əhatə edəcək. Bildiyimiz kimi may ayının əvvəlində 1-5-ci siniflər üzrə yaz tətili nəzərdə tutulurdu və yaz tətilində 1-5-ci siniflərin 18-22 may tarixlərinə keçirilmişdir. Və bu baxımdan biz deyə bilərik ki, həm əvvəlki illərdə distant təhsillə bağlı Azərbaycan təhsil sistemində qazanılmış təcrübəni əsas götürsək, eyni zamanda məktəblərin maddi texniki imkanlarını nəzərə alsaq, bu baxımdan distant təhsilin uğurla tətbiq olunacağını söyləyə bilərik. Ümumiyyətlə, hansı məktəblər bura aiddir? Birbaşa, yəni? Ümumiyyətlə, bura hansı məktəblər aiddir? Paytaxtın Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edəcək. Və birbaşa virtual təhsil portalı üzərindən distant təhsil həyata keçiriləcək. Müəllimlər şəxsi kabinetlərindəki Microsoft alətləri bölməsi vasitəsilə Teams platformasına keçid edərək dərs cədvəllərini öncədən hazırlayacaqlar. Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platform üzərindən şagirdlərlə paylaşılacaq. Təşəkkür edir ətraflı məlumat üçün. Qeyd eləyək ki, telefon bağlantısında Bakı şəhər üzrə Təhsil İdarəsinin sektor müdürü Bəşarət Məmmədov idi.